Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyasında Türkiyənin Koç Universitetinin rəhbərliyi ilə görüş keçirilib. Görüşdə Konfederasiya sədri Sahib Məmmədov, Koç Universitetinin rektoru Mətin Siddi, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Əmək və Sosial Münasibətlər Akademiyasının rektor vəzifəsini icra edən Yusif Ağayev, həmçinin akademiyanın professor, müəllim heyəti iştirak ediblər. Konfederasiya sədri Sahib Məmmədov ölkəmizdə həmkarlar ittifaqlarının fəaliyyəti üçün yaradılmış əlverişli şəraiti diqqətə çatdırıb, dövlət başçısı cənab İlham Əliyevin həmkarlar ittifaqlarına göstərdiyi xüsusi diqqət və qayğını vurğulayıb. Bildirilib ki, ölkəmizdə sosial tərəfdaşlıq münasibətləri inkişaf etdirilərək əmək hüquqlarının müdafiəsində həmkarlar ittifaqlarının rolu daha da gücləndirilir. Koç Universiteti ilə Əmək və Sosial Münasibətlər Akademiyası arasında əlaqələrin yaradılmasının önəmini qeyd edən konfederasiya sədri qarşılıqlı təcrübə mübadiləsi, təlimlərin təşkili və digər istiqamətlər üzrə əməkdaşlıq imkanlarını diqqətə çatdırıb. Koç Universitetinin rektoru Mətin Siddi görüşdə məmnunluğunu ifadə edib. Əmək və Sosial Münasibətlər Akademiyası ilə təhsil və elmi tədqiqat sahələrində birgə layihələrin həyata keçirilməsi perspektivlərindən danışıb. Akademiyanın rektor vəzifəsini icra edən Yusif Ağayev, ali təhsil ocağının fəaliyyətindən tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan islahatlardan bəhs edib, akademiyanın nəzdində yeni yaradılan ixtisas artırma və kadrların inkişafı mərkəzinin məqsəd və vəzifələri barədə məlumat verib. Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov isə Koç Universitetinin qabaqcıl proqramlarının tədris və təlim təcrübəsini vurğulayaraq ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələri ilə qarşılıqlı faydalı münasibətlərin yaradılmasının önəmi barədə fikirlərini bölüşüb. Görüşdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyası və Türkiyənin Koç Universiteti arasında əməkdaşlıq memorandumunun imzalanması barədə razılıq əldə olunub.